Az yaşlı övladlarımız, xüsusən 16 yaşına qədər, 17 yaşına qədər, bu başlayır 11 yaşından 16-17 yaşına qədər ki, müxtəlif sosial şəbəkə platformalarında, müxtəlif oyunlar adı altında tanımadığı şəxslərlə hansısa formada ünsiyyət yaradır, ona hansısa bir link göndərilir, o linkə qoşulur, aludəçilik yaranır və sonradan həmin adamların, həmin şəxslərin girovuna çevrilir. Və ayrı-ayrı formalarda pul vəsaitlərinin köçürülməsi halı var ki, o oyunlara qoşulur və belə çətinliklər yaranır ki, tutaq ki, hansısa bir oyun qruplarına qoşulur və orada, indi bunun adı biz qumar oyunu, başqa formada belə oyunlar var və şirinlikləndirici vədlər verir ki, bura $20 vəsait yerləşdirməklə daha çox vəsait qazanacaqsın. Bu $20 vəsaiti ödəyir, elə böyük rəqəm deyil. Bir saatdan sonra onun hesabına əlavə $5 köçür. Və sonra 1-2 saatdan sonra onun 50 sent köçür. Biraz keçir, üstünə $25 köçür. Artıq nə yarandı? Şirinlikləndirici hal yarandı. Və sonra deyir ki, əlavə daha çox qazanmaq istəyirsinizsə $100 göndərin. Daha çox qazanmaq istəyirsə $1000 göndərin. Bu artıq $10.000 qədər qalxanda o vəsait itir. Vəsait hakimlər tərəfindənsə dəlacızlıq yolu ilə mənimsənilir. Nə baş verir? Aldatma yolu ilə vəsaitin ələ keçirilməsi. Başqa bir hal isə yenə bu son günlər sosial şəbəkədə yayılmışdı. Az yaşlıların ölüm oyunu adı altında müxtəlif təhlükəli oyunlar oynaması. Avtomobil yüksək sürətlə hərəkətdən avtomobilin yoluna çıxıb çəkilmə və o özü günün qaranlıq saatında baş vermişdi bu Bakı-Sumqayıt yolunda. Biz onları araşdırıb məlum oldu ki, bu uşaqlar 7 az yaşlı ölüm oyunu oynayırlar. Və bu, hardan öyrəniblər bunu? Sosial şəbəkədən. Hardan öyrənib? İnternet informasiya resurslarından ki, bu oyunu oynadınız mı? Bu oyunu çəkin, oynayın, çəkin, göndərin bizə. Və avtomobillərin yüksək hərəkət etdiyi yolda o uşaqların ölməsi an məsələsi. Bunu eləyən kimdir? Nə məqsədlə? Siz ədəbiyyat oxumuş adamsınız, dünya görüşlü insansınız. Bunun hardan gəldiyi, hansısa formada bir obrazlardır, yaradırlar və özlərini hansısa formada onun dəyərləndirilməsi və başqa hansısa qeyri-insani qruplar var. Adını çəkmək istəmirəm. O qrupların, imkanların daxilindədir ki, onlar kiminsə ölməsi, kiminsə öldürülməsi, kiminsə intihara sürüklənməsi onların həyat amalıdır. Və onlar bunun həyatlarının, işlərinin prinsipi hesab edirlər və bununla bağlı da bir cəryanlar var ki, bunu siz bilirsiniz. Həmin o cəryanların ayrı-ayrı sosial şəbəkələrdə qrupları, səhifələri var ki, həmin onlar vasitəsilə həmin az yaşlı uşaqlar ələ alınır və onlar barəsində hansısa bir şirinlikləndirici hallarla onlardan istifadə edirlər.